Bugünkü pasiyentimiz 62 yaşlarında qadın xəstədir. 2 gündür silikdə qan olması şikayəti ilə müraciət edib. Ultrasəs müayinədə deməli, qan yarada bilən bir törəmə müəyyən olunmadı. Sağ böyrək bir neçə il əvvəl böyrək törəməsinə əlaqədar nefrektomiya olunub. Tək sol böyrəkdir və göründüyü kimi sol silik axarından borsalardan qan axını müşahidə edilir. Silik isə divarları təmizdir, hamardır. Yəni mülayim dərəcədə yaşa uyğun dəyişikliklər olsa da, amma silikdə qan verə biləcək bir törəmə və s. müşahidə olunmamışdır, daşı yoxdur və s. Sol silik axarının mərkəzinə baxırıq. Porsiyadan qan gəlir. Bu yerdə qısa bir dənə silik hissə divarlarını görünsün. Lazım. Sadece görüntü olarak olsun ki daxili boşdur. Safa, çox sağ.